Allah can sağlığı versin. Füzuli Hüseynov Aynur xanımı Türkiyədən şəxsən dəvət edib, Yehərvantikal Tibb Mərkəzinə gətirib. Biz də elə oradan görmüşdük o vaxtı. Sonra sadəcə olaraq gətirə bilməmişdik. Vallahi ki, deyərəm ki, mükəmməl həkimdir. 10 gündə artıq uşağı gətirir. Uşaq artıq mənə sözdür. Mən özüm də mətəl qalıram. Yəni kimin uşağında nitq ləngiməsi varsa, bu tək olaraq ağzı masaj eləməklə olmur. Kompleks olunmalıdır. Aynur xanım bu işin uzmanıdır. Həm Türkiyədə çalışır, həm də burada. Bir ay orada olur, bir ay burada olur. Allah can sağlığı versin. İndi bir kəmədə özüsün. Bu da mənim çərəzlərimdir. İcazə vermirdi bura qoymaq, amma bir tər şeylədir. Yeyirəm. Buyur. Bəli, yəni əvvəllər ilk bura gələndə mən bunu çox önəmli bir nüansa toxunacağam. Roman bəy qızında çox ciddi problem olduğunu özü düşünmürdü. Eləmi? Deyirdi ki, danışacaq da burada nə var ki, bugün sabah danışacaq. Sonra diaqnostika etdiyimiz zaman və digər uşaqlarda görəndə həqiqətən problemin nə qədər dərin olduğunu gördü və indi məsələyə daha ciddi yanaşır. Və məncə bir çox valideynlər də belə yanaşırlar. Ancaq məsələni ciddi almaq lazımdır. Nitq ləngiməsi, autizm olsun, buna bənzər problemlər həddindən artıq çoxalıb. Valideynlər çox tez üzərinə düşməlidir məsələn. Çox sağ olun, minnətdarım.